Rayət İmam Əliyev, vətəndaş mövqeyimlə qarşınızdayım. Hər vaxtınız xeyir olsun. Öncə kanalımıza abunə olub bəyənməyinizi xahiş edirəm. Çıxışım sarkazmdır. Amma bu sarkazmın həqiqətə çevrilmə ehtimalı çox böyükdür. Dünya inkişaf edir. Texnoloji inqilabın nəticələri hamımıza bəllidir. Bu texnoloji inqilabın sonu bir əsr, təqribən 100-150 ildən sonra dünyada insan nəslinin kəsiləcəyi, dünyada insanın qalmayacağı ilə nəticələnəcək. Əvvəlcə keçmişə qayıdaq, sonra bu söhbətimizi davam etdirərik. Sovet dövrünün adamları yaxşı xatırlayır. O zaman deyirdilər ki, 2000-ci ildə dünya dağılacaq, dünyanı su basacaq, zəlzələlər olacaq, insan olmayacaq. O zamanlar hamı inanmışdı əslində. Hətta Quranda da belə bir şeyin olacağını din xadimlərinin bəziləri inandırmışdı insanları. Bizim kənddə Qasım dayı var idi. İndi rəhmətə gedib, Allah rəhmət eləsin. 2000-ci ildə dünyanın dağılmasına inanmışdı. Deyirdi ki, Bolqaristanlı Vanga bunu deyir, bir çox ekstrasenslər bunu deyir, kəndimizin ağsaqqalı Mömin Hacı Rəsul da bunu qeyd edir. Bu qədər adam yalan danışmaz ki, bunu deyiblərsə deməli bildikləri bir şey var. Həqiqətən 2000-ci ildə dünya dağılacaq. 2000-ci ildə dünyanın dağılacağına inanan Qasım dayı elə 2000-ci ilin əvvəlində həyət bazasında nə qədər mal, heyvan, qoyun, quzu varsa hamısını satır. Qohumlardan, qonşulardan borc pul alır ki, bəs bir ildən sonra qaytaracaq. Küllü miqdarda pulu cibinə qoyub gedir Rusiyanın Kislovodsk, Nalçik, Türkiyənin Kəmər, Bodrum, Quşadası, Antalya hər yeri gəzib 5-6 ay yeyib içib kef eləyir və bütün pullarını da başına daş salır. 2001-ci il başlayır, dünya dağılmır. Qasım dayı da 2 əlli başına tutur ki, mən dünyanın dağılacağına inanıb bu boyda borc almışdım. Kökünüz belə. Bütün var dövlətimi satmışam, təpədən dırnağa qədər borcun içindəyəm. Bu dünya niyə dağılmadı? İndi bütün kənd həyətimdə yatır ki, borcumu qaytar. Başıma nə daş salın? Bəli, bu dünyada insanlar yox olacaq, amma təbii fəlakətlərlə yox. Adəm övladı, insan övladı, insanlar özlərinin köklərini kəsəcəklər. Koronavirus buna misaldır. İndiyə qədər içimən qarışıq iynədən sonra yaddaşımız gedib, xəstəliklərimiz artıb. Nə qədər insanlar koronavirus dövründə rəhmətə getdi. Yalançı müharibələr buna sübutdur. Xeyli fakt var. Amma bunlar insanların azalmasına səbəb olub. İnsanların kökünün kəsilməsi isə indi deyəcəyim fikirlərlə bağlıdır. Bu gün hamımız texnologiyadan razıyıq. Texnoloji inqilabdan razıyıq. Məsələn, bir vaxtlar şəxsi maşınımızla tutalım bulvara gedəndə yol boyu maşını saxlayıb 50 adamdan soruşardıq ki, bulvara hansı yoldur, necə gedim. Amma indi Waze proqramını tətbiq edirsən, tıxaca, polisə, dəqiqə, saniyə, radara qədər hamısını göstərir. Özü aparıb çıxarır getdiyimiz yerə. Daha stilist zat lazım deyil. Təzə bir pencək alırsan, ChatGPT-yə şəklini atırsan, o da sənə deyir ki, bu pencəklə hansı köynək, hansı şalvar və ayaqqabı, hansı saç stili uyğun gəlir. Birazdan müğənnilərə də ehtiyac qalmayacaq. Süni intellekt istənilən mahnını onlardan qat-qat yaxşı aranjman edib ifa edir. Ağlımıza da gəlməzdi ki, hər evi bəzəyən televizora daha ehtiyac qalmayacaq. Ağıllı smartfonlar, telefonlar var. Kəndimizdən Bakıdakı əmimizə zəng etmək üçün kommutator deyilirdi o vaxt, telefon qovşağı. 2 gün gözləyərdik. Amma indi bir saniyə ərzində Mozambikdə dənizin altındakı adamla görüntülü söhbət edirsən. Süni intellektlə ölmüş adamı dirildib qucaqlaşırıq. İstədiyimiz kişini şantaj etmək üçün qonşu qadınla üzr istəyirəm, yataq videosu hazırlayıb peşəkarcasına yaradıb, arvadına göstərib paylaya bilirik. Bütün bunlar texnoloji inqilabın nəticəsidir. Elə insanları da bu texnoloji inqilab məhv edəcək.
kökünü kəsəcək. Bir vaxt deyilirdi, ha, yer kürəsini yad planetlilər idarə edir. İnsanlar məhv olacaq. Həmin yad planetlilər indiki yaranan robotlardır. Həmin an yaxınlaşır. Dünyanı robotlar idarə edəcək. O robotların özləri də robot insanlar hazırlayacaq. Deyim necə? Diqqətlə qulaq asın. Yaponiyada robot qadın və robot kişi hazırlanır. Təsəvvür edin, o robotu alırsan, o sənə həyat yoldaşı funksiyası da yerinə yetirir, yemək istəmir, içmək istəmir. Yəni, istədiyin bir hal baş verə bilir, bütün ev işləri zat, hamısı bunun içində. Evlənmək istəyən gənc, sevdiyinin 8 mart ad günü, xına yaxdı, toy xərci falan filan, o pula xərclədiyini sifariş verəcək ki, mənə sarışın, göy göz, dalı qabağı bu razmerdə, bu boyda, bu çəkidə robot həyat yoldaşı xanım göndərir və pulunu göndərir. Sonra da gedib poçtdan robot həyat yoldaşını götürəcək. Qadınlar da həmçinin. Filan boy, filan yaraşıq, filan rəng, filan çəkili kişi həyat yoldaşını tutalım, trend yolla sifariş edəcək. Hər kəs 3 yaşlı, 10 yaşlı övlad üçün robot uşaq sifariş edəcək. Heç kəs normal insanla evlənməyəcək. Bunun da yaxşı tərəfləri də var, pis tərəfləri də. Bir tərəfdən kişilərə sərf edəcək. Gecə saat 4-də durub robot həyat yoldaşını durğuzacaqsan ki, dur mənə yemək gətir, çay gətir, ayaqlarımı yu, robot deyəcək baş üstə. Daha indiki kimi, burnuvun deşiyindən gəlsin, gecə saat 4-də yemək olar. Cəhənnəm ol, get soyuducudan götür, nə istəyirsən, zəhərlən də, deməyəcək. Gedib restoranda dostlarla yeyib içəndə, indiki arvadlar kimi deməyəcək. Görüntülü yığ görüm haralardasan. Və ya avtomobilin dal, arxa ehtiyat təkərlərinin arasından levi, əlavə telefon axtarmayacaq. Ağzını açan kimi, kişi qudurma ha, boşanaram, bu 2 uşağın da alimentini sənə yükləyib, səni dilənçi kökünə qoyaram ha, söhbəti olmayacaq. Robot qadına bunların dəxli yoxdur, kef elə getsin. Amma pis tərəfi odur ki, normal kişi və qadınlara ehtiyac olmayacaq və robot qadınlar və robot kişilər uşaq dünyaya gətirə bilmədikləri üçün, yavaş-yavaş normal insanlara evlənə bilmədikləri üçün insanların nəsli kəsiləcək. Dünyada insan olmayacaq. Çıxışım əlbəttə sarkazmdır və ona görə də evdə arvad dığdıqlarına fikir verməyin. Qurban olum arvadların dığdığına da, arvadın evdən küsüb getməyinə də, qısqanmağına da, görüntülü zəng tələbinə də, evdə kişinin telefonunu gizlicə qurdalamağına da və s. Yaşasın bu günümüz və yaşasın xanımlarımız. Ötən dəfə gənc bir aktyorun videosunu atıblar mənə, Azərbaycanlı. Gənc aktyor deyir ki, Burak Özcivit Haçanman aktyor olub, ala. Çağatay Ulusoy nə rol aparır, ala. Bizim ondan nəyimiz əskikdir, ala. Deyilmi nəyiniz əskikdir? Peşəkarlığınız. Sənətə hörmətiniz əskikdir. Bir çox aktyorlara xas olan xüsusiyyətləriniz əskikdir. Amma artığınız da var. Elə bu qaqaşcasına dəqiqə başı televiziyada ala kəlməsi artıqdır. Sizin filmə çəkilib, tanınıb, sonra toylarda tamadalıq arzunuz artıqdır. Bəli, Nəsimi filminin bir hissəsi mənim doğulub boya başa çatdığım Naxçıvanda çəkilib. Culfanın Əlincə kəndində bu film çəkilib. Rayonumuzun kəndinin o zamanlar bir sakini olan, Allah rəhmət eləsin, Səfər adlı bir kişi həmin ərəfədə 10-15 gün yoxa çıxır. O vaxtlar da telefon zad yox idi, milisə zada məlumat verir, o vaxt polis milis adlanardı. Və xəbər gəlir ki, Səfər Nəsimi filminin çəkilişlərindədir. Rayona xəbər yayılır ki, bəs deməyəsiz, Səfəri filmə çəkirlər. 15 gündən sonra Səfər kəndə qayıtdı. Dedi ki, film 6 aydan sonra televiziyada nümayiş olunacaq.
Rayonda şayələr dolaşır. Kimi deyir Nəsimi filmində Səfər Teymurlənc obrazını canlandıracaq. Digərləri deyir yox elə Nəsimi Səfərin özüdür. Xülasə, bu 6 ay ərzində Səfərə hörmət birəmin artır. Toylarda ilk çıxış Səfərə verilir. Rayon rəhbərliyinin tədbirlərində Səfəri ön sırada oturtdururlar. Səfərə iclaslarda söz verirlər. 6 ay keçəndən sonra Kommunist qəzetinin televiziya proqramları bölməsində xəbər çıxır ki, axşam saat 9-da Az TV1-də Nəsimi filmi nümayiş etdiriləcək televiziya vasitəsilə. Kəndin mədəniyyət evinin klubuna bir televizor qoyurlar və bütün kənd kluba axışır. Birinci cərgədəki skameykada da döşəklər zat salırlar ki, heç kəsi də qoymurlar ki, burada rayon rəhbərliyinin nümayəndələri və Səfərlə ailəsi oturacaq. Kino başlanmasına 15 dəqiqə qalmış rayon rəhbərliyi nümayəndələri və qırmızı qalstukda Səfər yanında da ailəsi kluba daxil olub, alqış sədaları altında qabaq cərgədə otururlar. Kino başlamazdan əvvəl Səfərin arvadı fikirləşir ki, birdən Səfər kinoda şeyxin qızına eşq elan eləsə, axşam evdə basıb onun gözünü çıxartmasam, Dədəm Əli Mərdanın qızı deyiləm. Oğlu düşünür ki, indi atam qılıncı ilə bütün Teymurlənc ordusunu tək başına darmadağın edib qırıb tökəcək düşüncəsi ilə bir şəslə oturdu. 10 ildir evdə qalıb qarıyan Səfərin qızı da fikirləşir ki, bəlkə də məşhur aktyor, xalq artisti Səfərin qızı olduğum üçün mənə də bir elçi gələr. Mən də bu subaylığın daşını atım, evdə qalmaqdan qurtulam. Nəysə, film başlayır və filmin ortalarına qədər Səfər görünmür. Filmin sonlarına yaxın Teymurlənc ordusu əhalini qırıb, öldürüb, çaya tullayanda o səhnədə Səfər birdən ayağa qalxıb əlini televizora tərəf tutub qışqırır. 1, 2, 3, 4, ay cəmaət diqqətlə baxın, çaydan aşağı axan 6-cı meyit mənəm. Yadıma düşdü, üzr istəyirəm. İndi qayıdaq bayaqçı söhbətimizə. Bizim bəzi gənc aktyorlarımız canlandırdığı obrazlar elə Səfərin 6-cı meyit obrazı kimi eyni şeydir, bir şeydir. Bu gənc aktyor Burak Özcivitin $100.000 maaş almasından xəbəri var. Amma peşəkarlığına qədər Burak Özcivitin Eksi-18 dizisində Murad obrazını pulsuz oynamasından xəbəri yoxdur. Burak Özcivitin Kuruluş Osman filmi üçün 6 ay at çapma kursuna, qılınc oynatma dərslərinə getdiyindən, 2 dəfə də ayağını qırmasından xəbəri yoxdur. Çünki Burak Özcivit sənətdə özünü fəda edə bilib bura qədər gəlib. Amma bizimkilərin sənətdən daha çox maaş, pul maraqlandırır. Biraz populyarlaşan kimi gedim reklamlara çəkilim, nə bilim toylarda tamadalıq edim, pul qazanım. Aktyorumuz özünü Burak Özcivitlə Çağatay Ulusoyla müqayisəsi də gülməlidir. Çünki bu aktyor özünü bugünkü Fərda Xudaverdiyevlə, Elvin Atakişiyevlə müqayisə etsə, daha səmimi olar. Məsələn, Burak Özcivitin də, Çağatay Ulusoyunda, verilişlərdə jurnalistlərlə danışanda onların nitq mədəniyyətinə görmüsünüzmü? Necə gözəl danışırlar. Bizimki isə ala deyən aktyorun danışığına baxın. Bizimki sanki məhəllələrdə quş uçurdan qaqaş danışıq tərzidir. İndi mən deyim, niyə Burak Özcivit 100.000 alır, bizimkilər isə 1500? Kino bir xalqın tarixidir, mədəniyyətidir. İzləyici üçün maraqlı deyil, bu serialı türk çəkib, bu filmi rus çəkib. İzləyici üçün maraqlı filmin süjet xəttinin təsirli olmasıdır. Bizdə süjet xətti mükəmməl hər hansı bir film varmı? Əziz aktyor qardaşımızı şəxsən mən tanımıram, pis mənada yox ha. Sadəcə olaraq müasir Azərbaycan kinoları, seriallarını izləyicilər baxmırlar, tanımırlar, maraq kəsb etmir.
Sovet Azərbaycanda o vaxt istehsal olunan Babək, Dədə Qorqud, Nəsimidən tutmuş Gün Keçdi filminə qədər bütün filmlərə ən azı mən 25 dəfə baxmışam. Yenə baxanda doymuram. O qədər peşəkarcasına çəkilib ki, biz özümüzü uşaqcan o qəhrəmanlara bənzədib böyümüşük. Amma indikilər bir dəfə baxandan sonra ikinci dəfə baxa bilmirik. Çünki müasir filmlərdə doyumluluq yoxdur. Obrazlarda peşəkarlıq yoxdur. Obrazlar saxta alınır. Aktyor şikayət edir ki, bizim onlardan nəyimiz əskikdir. Deyimmi nəyiniz əskikdir? Onun serialının adı bəsdir. Kuruluş Osman. Türkiyənin tarixini təbliğ edir. Sənin oynadığın serialın adı isə Xəyanət. Yəni adından bəllidir. Elə o Xəyanət filminin qurbanına da çevrilmişsiniz. Biz özümüz filmlərimizlə öz tariximizi ələ salırıq. Bir qalanın sirri filmini müasirləşdirib bir xalanın sirri etdik. Axırıncı aşırımı axırıncı yol etdik. Məşədi İbadı Məşədi İbqa adlı güya komedik janr edib tarixi filmlərimizi ələ saldıq. Söyüş kəlmələrini filmin sətr altı başlığı etdik. Stalinin başı, ay brilyant. Qarabağ döyüşləri tarixini əks etdirən güya bir dolu filmi çəkiblər. Xalq hərəkatına, əhalinin bütün üzlərini erməni casusu damğası vurub qorxaq kimi qələmə veriblər. O tarix o qədər uzaq deyil ki. İnam, maraq, etibar hamısı filmlərinizlə getdi. İndi də aktyor qardaş gileylənir ki, bizim onlardan nəyimiz əskikdir? Sənətə məhəbbətiniz əskikdir. Peşəkarlığınız əskikdir. Vətənə məhəbbətiniz əskikdir. Obyektivliyiniz, dürüstlüyünüz əskikdir, qardaş. Hamı deyir ki, Azərbaycanda bahaçıllıqdır. Bazar od tutub yanır. Gündəlik tələbat mallarına sözüm yoxdur, amma bazarda ucuzlaşma da çoxdur. Məsələn, mənəviyyat bazarına bir baş çəkin. Ləyaqət, qeyrət, əxlaq, incəsənət, ədəbiyyat hamısı su qiymətlədir. Bazarda əxlaq ucuzlaşıb. 13 yaşlı məktəbli qız hamilə qalır. 2 uşağı olan ana ərini atıb qonşunun cavan oğluna qoşulub qaçır. Bazarda qeyrət ucuzlaşır. Qarabağ zəfəri yaşadan qazilər imkansızlıqdan canlarına qəsd edir, amma hansı pullarlasa biznesmen olan, həyatı boyu hərbi xidmət görməyən bir oliqarx balası TikTokda cavan qızlara 500 manat müqabilində şir atır, onun müqabilində də onlarla oteldə bir gecə keçirir. Bəli. Və sonra isə həmin qızların yaxınlarına qeyrət dərsi keçir. Bazarda ləyaqət ucuzlaşıb. O gün hansısa rayonun ən mötəbər ziyalısı xanım icra başçısına o qədər yaltaqlandı ki, mən dırnaq arası qürur duydum ki, məmləkətimin belə əvəz olunmaz analogsuz yaltağı var. Xanım icra başçısına ağsaqqal deyir ki, siz bizim rayona Allah tərəfindən göndərən peyğəmbərsiz, əstağfirullah. Deyir ki, siz hələ bu rayona gəlməmişdən qabaq, bu rayon sanki sizin gəlişinizi yuxuda görüb sevinirdi. Bazarda ədəbiyyat ucuzlaşıb. Girin bazara görün, Ramiz Rövşənin yağış yuyur, gün qurudur şeirinə qulaq asan yoxdur. Amma TikToker Ema Həsənlinin üzr istəyirəm, sən 69 xəstəsən, anladı ki, ilk deyiləm, kupleti milyonlarla baxış qazanır. Emadan bir dəfə soruşmuşdum ki, bu nə yazıdır, ayıb deyil. Ema dedi ki, Rayət müəllim, babam aşıqdır. Onun sazla dediyi təznisləri, müxəmməsləri səs yazma studiyalarında səsləndirmişəm, amma effekti olmayıb. Bu kublet təsadüfən dedim, amma milyonlarla baxış qazandım. Reklamlara çəkilirəm artıq. Bazarda incəsənət su qiymətinədir, lap ucuzdur. Alim Qasımov musiqisinin alıcı kütləsi az, damla nəfəslərdə isə daha çoxdur. Müslüm Maqomayevin Azərbaycan kimi nəhəng əsərinə baxış sayı 5-6 mindirsə, Müjganın Mən Sənə Qurban Rəisim bayağı mahnısını milyonlarla izləmə qazanır.
Bizsə oturmuşuq, Fövqəladə Hallar Nazirliyindəki xanımları qınayırıq ki, niyə polkovnik rəislə eşq həyatı yaşamısınız? Ay qadanızı alın. Mən sənə qurban rəisim adlı mahnısına qulaq asan bugünkü gənclik əlbəttə öz rəislərinə, bədənlərini qurban edəcəklər də. Niyə qınayırsınız ki? Əslində bazarımızda ucuzlaşan çox mənəvi dəyərlərimiz var. Sadəcə olaraq vaxt çatmır deyim. Ucuz malın isə alıcısı çox olar. Azərbaycan yeganə məmləkətlərdəndir ki, burada qarınla beyin tərs mütənasibdir. Ona görə də qarnınıza gedən məhsulların ucuzlaşması üçün təfəkkürümüzün, beynimizin bahalaşması əsas şərtdir. İstəyiriksə ərzaq və gündəlik tələbat mallarının qiyməti ucuzlaşsın, onda əxlaq da, ləyaqət də, incəsənət də, ədəbiyyat da, təfəkkür də bahalaşmalıdır. Başımızın, beynimizin bahalaşması və qarnımızın ucuzlaşması arzusu ilə gələn həftəyə qədər sizinlə sağollaşıram. Kanalımızı izləmədə qalın. Hələlik.